Finasterid qəbul edən xəstə özünü öldürmə cəhdi göstərdi. Xoşbəxtlikdən xəstə bu cəhd zamanı tapıldı, görüldü ev sakinləri tərəfindən, valideynlər tərəfindən və həyatını xilas eləmək mümkün oldu. Xəstə 35 yaşı var idi və 8 aydır ki, finasterid qəbuluna başlayıb. Finasterid nədir? Bir öncəki videoda dediyim kimi, finasterid saç tökülməsi əleyhinə olan dərman maddələrindən biridir ki, hansı ki çox effektivdir. Və bir neçə ay öncə bir bodybuilderlə bu haqda onlayn Instagramda bu dərmanı tərifləmişdi və mən bilib-bilmədiyi dərmanların insanlara tövsiyə eləmədiyi haqqında ona yazmışdım, bir kommentar bildirmişdim. Təbii ki, həmin o bodybuilder məndən söhbəti Varovskoya aparmaq istəyir və təbii ki, yenə diskusiyaya getmədim. Amma bu səbəb nə idi? Oturub insanlara bilib-bilmədən, yan təsirlərini bilmədən heç bir dərman tövsiyə eləmək olmaz. Son illərdə aparılan araşdırmalar nəticəsində onu gəlib çıxıb ki, bir məqalə oxudum. Finasterid, dudasterid qəbul edən deməli xəstələrin 320-sində özünü öldürmə girişində bulunub. Bu Amerikada bu araşdırma aparılıb. Depressiyaya sürüklədiyi yan təsirini bilmədən bunu xəstələrə saçın artacaq kimi satmaq məncə professionallıqdan kənardır. Finasterid həqiqətən də çox effektiv bir dərmandır. Eyni zamanda dudasterid ondan daha effektivdir. Amma videonun sonunda bu dərmanların yan təsirlərini və faydalı təsirlərini bu kimi dərmanlardan danışacağam sizə. Amma indi sizə saç tökülməsindən danışmaq istəyirəm və bu mövzunu bitirmək istəyirəm. Saç tökülməsi mövzusunu bitirmək istəyirəm. Deməli, bu videonun biraz daha dəqiq saç tökülməsinin hansı növü var və saç tökülməsinin müalicəsi nə ola bilər, hansı müalicə daha effektivdir izah edəcəm. Saç tökülməsinin növləri, buradan ən birincisi androgenik alopesiyadır. Hansı ki, androgenik nə deməkdir? Kişi hormonlarının artaraq saç tökülməsinə səbəb olması və bunun da eyni zamanda qadın və kişi tipli olur. Kişi tipli hansı ki, M vari saçın yanlarından tökülməsi və yaxud da burada üçbucaq şəklində tökülməsi və yavaş-yavaş da bunun buradan daha geriyə doğru getməsinə və yaxud da V şəklində deyirlər, tökülməsinə gətirib çıxardır. Qadın tipli isə bu ayrıcdan və ayrılır. Amma qadın tipli tökülmələrdə bu kişi tipli kimi pis deyil və bu sonuc olaraq təmiz keçərliyə gətirib çıxartmır. İkinci bir növü telogen saç tökülməsidir. Hansı ki, kəskin diffuz saç tökülməsinin növüdür. Bunun səbəbi adətən bədən stresə məruz qalanda və yaxud da keçən videolarda dediyim kimi çirkli bir hava şəraitində yaşadığı dönəmlərdə və yaxud da yuxu pozğunluqları zamanı və yaxud da hər hansısa bir pis xəbər eşitdi, saçı ağardı və yaxud da pis xəbər eşitdi, saçı töküldü. Bunların hamısının bu səbəbə telogen saç tökülməsi keçərli deyilir. Üçüncü növü isə ən geniş yayılanları danışıram. Alopecia areata, yəni saç tökülməsinin səbəbi immun sistemin o qədər güclü olur ki və bu immun sistem saç follikullarına hücum eləyir və bu düzdür, çox hallarda rast gəlmir, amma belə bir səbəbi də var saç tökülməsinin. Bunlar üç böyük səbəbi idi. Digər kiçik səbəbləri isə nə ola bilər? Daha az rast gələn səbəblər. Anagen, məsələn, saç tökülməsi ola bilər. Anagen saç tökülməsinin səbəbi parisien xəstələrində xemoterapiya zamanı saç follikulunun böyümə dönəminə həmin bu kimyəvi preparatlar, hansı ki, xemoterapi dedikləri maddələr saç tökülməsini, saçı böyüdən, saç follikullarına təsir eləyir və saç tökülür və xemoterapiya bitdikdən sonra isə saçlar da öz yerində geri dönür. İkincisi traksiya alopesiyası deyilir. Traksiya alopesiyası davamlı mexaniki təsirdə saxlamaq saç tökülməsinə gətirib çıxardır. Saçların çox bərk yığılması, bu zamanı amma gicgah bölgəsində əsasən azalır saçlar. Sonra skarlaşan alopesiyalar var. Skarlaşan alopesiya nədir? Hansısa bir iltihabi xəstəlik bir bölgədə baş verir. Bir bölgəsel saç tökülməsi deyilir və
yəni saçın bir nöqtəsində bölgəli olaraq bir iltihab baş verib, orada saç daha gəlmir. Bunun ehtimalı da çox böyükdür ki, həmin yerdə müalicədən sonra yenidən saç inkişaf eləsin. Və daha bir maraqlı psixiatrik, eyni zamanda xəstələrdə olan rast gəlinən bir xəstəlik trikotilomaniya deyilən bir xəstəlikdir. Hansı ki, şəxs, o da xəstə, saçın yeməklə məşğuldur. Saçını sadəcə yeyir və bir hissəsindən dartır və yaxud da ağzına salır. Belə xəstələrin mədəsindən böyük saç yumaqları tapılır. Bu da yəni çox geniş yayılmayıb, amma rast gəlinir. Belə xəstələrin müalicəsində isə davranış müalicələrindən istifadə olunur və xüsusi yəni mərhələli müalicələrdən davranış dəyişdirilir xəstələrin. Təsnifatda dediyim kimi kişi və qadın tipli androgen saç deməli tökülmələri var. Bunlarda kişilərdə təsnifatın qeyd eləmək istəyirəm ki, bunu bilmək çox önəmlidir və bu saçın təsnifatını bilib sonra müalicə edirlər. Hansı dərəcədə saç tökülməsi var. Kişilərdə bunu ölçmək üçün Norwood-Hamilton təsnifatı var. Norwood-Hamilton təsnifatının 7 mərhələsi var. Birinci mərhələdə məsələn bəlkə məndə də var artıq. Bax, bu birinci mərhələdə buradan başlayır, yan tərəfdən tökülməyə başlayır artıq. İkinci mərhələdə daha çox, üçüncü mərhələdə artıq burada bir V hərfi və yaxud da üçbucaq yaranır və dördüncü mərhələdə və daha çox yəni saç tökülməsi buradan geriyə doğru artır və 4-7 mərhələ arasında artıq saç əkimi tövsiyə olunur. Amma 1-3-də isə lokal müalicə və yaxud da dərman müalicəsi tövsiyə olunur. Qadınlarda isə bu Ludwig təsnifatı var. Ludwig təsnifatı qadınlarda dediyim kimi bu ayrıcıdan başlayır tökülmə. Birinci səviyyədə, birinci tipdə, bunun 3 tipi olur amma Ludwigin. Birinci tipdə yüngül seyrəlmə olur, amma saçı daramaqla bu seyrəlməni hiss eləmək olmur. İkinci və üçüncü tiplər isə daha da yəni seyrəlmə o qədər dərin olur ki, artıq gözlə görünür ki, saçına qədər tökülüb. Amma qadınlarda kəskin keçərlik çox nadirən olur, demək olar ki, olmur. Müalicədən danışmaq istəyirəm biraz. Müalicədən tibbi müalicə üsulları. Birinci müalicədə istifadə olunan, ən çox istifadə olunan dərman minoksidildir. Minoksidil dərmanı 2-5%lik məhlul olur. Krem spreylər şəklində saça sürtürsən və bunun çox faydası olur. Faydasından bildiyiniz qədər də bunun yan təsirlərini bilmək lazımdır. Bütün videolarda həkiminizin tövsiyəsinə qulaq asın deməyimin səbəbi odur ki, mütləq yan təsirlərini bilməlisiniz. Hansı dərmanın hansı yan təsiri ola bilər? Məsələn, bu minoksidilin yan təsiri ola bilər ki, həmin o yerli istifadə zamanı qıcıqlanma olsun, həmin qaşıntıya gətirib səbəb ola bilər, allerjik reaksiyalar ola bilər. Aşağı dozalarda təhlükəsizdir və uzun müddət istifadə oluna bilir. 3-6 ay müntəzəm istifadəsi tələb olunur və rahat şəkildə yəni istifadə edilə bilər. Qadınlarda hamiləlik zamanı istifadə eləməsi tövsiyə olunmur və laktasiya, yəni süd vermə dönəmində istifadəsi qətiyyən tövsiyə olunmur. Əgər çox miqdarda doza həddini aşanda taxikardiya, yəni ürək döyüntülərinin artmasına səbəb ola bilər. Eyni zamanda hipertrikoza gətirib çıxarda ola bilər. Yəni aşırı tüklənmə bədənin istənməyən yerlərində, arzulanmayan yerlərdə aşırı tüklənməyə gətirib çıxara bilər. İkinci ən çox məşhur dərmanlardan biri finasteriddir, hansı ki videonun əvvəlində danışdım. 5-alfa reduktaza tip 2 fermentinin inhibitorudur, yəni bloklayır və testosteron dihidrotestosterona çevrilmir. Testosteron bilirik, hamı bilir nədir, deməli kişi hormonudur. Dihidrotestosteron testosterondan 5 dəfə daha güclüdür. Testosteronun aktiv formasıdır deyək və bu daha çox niyə səbəb olur? Prostat vəzinin böyüməyinə səbəb olur. Bu hormon məsələn saç tökülməsinə gətirib çıxarda bilir. Onda androgen hormonlarıdır. Dihidrotestosteronu bloka eləmək saç tökülməsini avtomatik olaraq dayandırır. Və bunu bloka eləyəndə dihidrotestosteronu nə baş verir?
xəstədə saç tökülməsi dayanır, amma əvəzində nə olur? Yan təsirləri ortaya çıxır. Yan təsirlərindən bu günə qədər, yəni bilinən çox məşhur yan təsirləri var idi. Hansı ki, bu ginekomastiya, hansı ki, o qadın döşünə bənzər kişi döşlərinin formalaşması və yaxud da seksual disfunksiyalar, hansı ki, libidonun azalması, eyakulyasiyada olan problemlər. Libido əməli başda azalır və bunu hiss olunduğu dərəcədə və son vaxtlarda təsdiq olunan bir yan təsiri də odur ki, depressiyaya gətirib çıxardır və bu depressiyada eyni zamanda yəni ölüm hallarının, yəni özünü öldürmə riskini yüksəldir və bu təsiri bilmədən xəstəyə finasterid yazmaq və yaxud da kiməsə finasterid demək bu ayıbdır, ayıb. Həqiqətən ayıbdır. Hansı ki, mən videonun önündə də danışdım ki, belə bir şey yəni qəbul edilməzdir. Ona görə bütün dərmanlar həkim tərəfindən yazılmalıdır. Kimsə görürsə bir dərmanın effekti var, bu mütləq deyil ki, hamıda eyni effekt olacaq. Hər kəsin orqanizmi müxtəlifdir, hər kəsin də saç tökülməsinin səbəbi fərqlidir. Burada qalmaq istəmirəm, davam edirəm mövzunu. Dudasteridlə davam edirəm. Dudasterid nədir? Deməli, bu da həmçinin 5-alfa reduktaza deməli inhibitorudur. Yəni 5-alfa reduktazanı inhibə edir. Bu da eyni zamanda testosteronun dihidrotestosterona çevrilməsini əngəlləyir. Amma dihidrotestosteronun dudasteridin finasteriddən güclü olmasının səbəbi odur ki, deməli 2 tip ferment var. Birinci tip 1 fermenti var. Bu 5-alfa reduktaza 2 yerə bölünür. Tip 1, tip 2. Finasterid sadəcə tip 2-ni bloklayır. Amma dudasterid həm tip 1-i bloklayır, həm tip 2-ni. Bu da ona gətirib çıxardır ki, dudasteridin təsiri finasteriddən daha yüksəkdir. Təbii bu hər iki fermentin də, yəni hər ikisi saç tökülməsinə səbəb olur. Və bunu bloklananda deməli saç tökülməsi dayanır. Dudasteridi də çox aşağı deməli 0.5-0.25 mg gün ərzində içmək olur, amma mütləq həkim nəzarəti altında və yaxud da ki, bu dərmanı yazırsan, həkimdən resept almaq lazımdır. Bu dərmanı içəndən sonra bir ay ərzində depressiyaya deməli meyllənmən varmı? Özünü necə hiss edirsən? Deməli daha çox evdən mi vaxt keçirirsən, çöldən mi vaxt keçirirsən, yuxu pozğunluğun varmı, yoxdurmu? Libidon durumu nə yerdədir? Libido sənə lazımdırmı bu dəqiqə, yoxsa lazım deyil? 3-6 ay ərzində içmək olar və təbii ki, bunun mütləq yan təsirlərini bilmək vacibdir. Hansı müalicə var? Hormon terapiyası. Terapiyası bu qadınlarda hiperandrogenizm ola bilər. Məsələn, qadınlarda kişi cinsi hormonlar yüksəkdir. Məsələn, qadında da, kişidə də, hər ikisində kişi və qadın cinsi hormonlar var. Və kişidə təbii ki, kişi cinsi hormonlar yüksəkdir, bu onu kişi eləyir, qadında qadın cinsi hormonlar yüksəkdir, bu da onu qadın eləyir. Amma bəzən olur ki, xəstələrdə qadınlarda kişi cinsi hormonu yüksəkdir. Bu da saç tökülməsinə gətirib çıxardır. Və yaxud da polikistoz ovarium xəstəliyində, bu yumurtalıqların polikistozunda androgenlər yüksəlir və bu da saç tökülməsinə səbəb olur. Əlbəttə ki, burada gedib xəstəni finasteridlə müalicə eləmirsən. Burada gedib xəstənin polikistozunun müalicə edirsən, yəni müalicədirsə, ovariumlar əməliyyat olunmalıdırsa, artıq da yəni səbəbi aradan qaldırmaq lazımdır. Və bu qeyd elədiyim dərmanların həmçinin teratogen təsiri var. Teratogen təsiri nədir? Dölün ölümünə gətirib çıxarda bilərlər. Hamiləliyi sona qədər başa çatmasına qoymazlar və buna görə də dərmanları kontraseptivlərlə bərabər içmək lazımdır. Yəni hamiləliyi əngəlləyən dərman maddəsi ilə bərabər bir yerdə içmək tövsiyə olunur. Bundan başqa qadınlarda şpironolakton, bu da saç tökülməsini, yəni şpironolaktonu tam qovucu kimi tanıyırıq biz, amma bu saç tökülməsində də effektiv olduğunu deməli sübut olunub. Amerikadakı tədqiqatlar göstərir. Amma bunu da təbii ki, sən bir CD qovucusun, həkimin nəzarəti olmadan içə bilməzsən.
Çünki bu kalium saxlayır bədəndə, sonda hiperkalemiya, kalium qanda miqdarına gətirib çıxarda bilər. Dərinlərə getmək istəmirəm. Sonra vitamin və mikroelement dəstəyi. Eynən, vitamin və mikroelement dəstəyindən danışmaq. Vitamin xüsusilə dəmir və yaxud da biotin. Yəqin ki, biotin eşitmisiniz. Biotin keratinin əmələ gəlməsində vacib olan bir vitamindir və vitamin B7-dir əslində. B qrup vitaminlərinə aiddir. Vitamin B7-dir biotin və bu saç keratininin əmələ gəlməsində böyük rol oynayır. Sonra vitamin D böyük rol oynayır, sink çox böyük rol oynayır və bunları yəni bir müddət saç tökülməsi varsa vitamin D, sink, vitamin B7 qəbul eləmək sadəcə faydalı olar. Zərəri olmaz. Və selen, bir də bu elementlərdən selen də demək mütləq vacibdir. Psixoloji dəstək önəmlidir. Stres zamanı bir psixiatrla və yaxud da psixoloqla stresi azaltmaq önəmlidir. Çünki stres artıran nədir? Kortizoldur. Kortizol bədəndə yüksək olanda saç tökülməsi artır. Ona görə də kortizolu salmaq lazımdır aşağı. Sonda olaraq sizə cərrahi yanaşmalardan, yəni saç əkməsindən danışmaq istəyirəm. Saç əkməsinin 3 bilinən yolu var və saç əkməsi Azərbaycanda hardasa 2000-3000 manata başa gəlir və bu Almaniyada məsələn 1500-4500 avroya başa gəlir. Türkiyədə bunu 1000-1200 manata həll eləmək olur. Amma yəni müxtəlif ölkədə müxtəlif qiymətədir. Amma 3 növü var əslində. Mən sadəcə bunun növlərindən danışacağam. Necə eləyirlər? Deməli, birinci növ follicular unit transplantation'dır. Məsələn, bu xəstənin saçında, saçın ənsə nahiyəsindən əsasən bir xətt kimi götürürlər və oradakı tükləri öncədən açılmış başın ön tərəfində olan dəliklərə əkirlər. Pis tərəfi odur ki, burada saçın arxasında çapıq yaranır sonra o kəsilən, o lineal şəkildə kəsilmiş yerdən. Amma faydası odur ki, qısa bir müddətdə böyük miqdarda saç folikulu tapmaq olur. Onu sonra əkirsən. İkinci, follicular unit extraction var. Bu follicular unitlərin ekstraksiyası. Yəni, sadəcə tək-tək follikulları ənsə nahiyəsindən, gicgah nahiyəsindən götürüb saçın öncədən açılmış dəliklərə əkirsən və bu da bunun yaxşı tərəfi odur ki, artıq burada kəsik, o çapıq, saçın arxasında çapıq yaranmır. Və üçüncü bir növ isə direct hair implantation'dır. Burada direct hair implantation necə aparılır? Bu ənsə nahiyəsindən, gicgah nahiyəsindən götürülən tükləri öncədən dəlik açmağa ehtiyac yoxdur. İstədiyin bucaq altında, istədiyin nahiyəyə direkt dəri içərisinə yeridirsən və bu onu göstərir ki, digərlərindən daha bahadır. Buna deyirlər DHI, direct hair implantation. Bu istədiyin bucaq altında əkmək olur. Saç əkimi ən sonuncu bir müalicədir. Yəni ona qədər də məncə vitaminlərlə, vitamin A, dediyim kimi vitamin B7, sink, selen, vitamin D qəbul etmək lazımdır. Müxtəlif mezoterapiyalar tövsiyə olunur və hal-hazırda edilir. Bədənin özündən alınmış qanı eyni zamanda bu saç ətrafına vururlar. Bunlar off-label, yəni eləmək olar, amma belə bir baş yol deyil bu müalicə üçün, amma edilir və hal-hazırda yəni hələ ki bu metodlar araşdırma ərəfəsindədir. Yəni bu doğruluğu isbat olunmayıb, amma çox yerdə bunu əksərən sadəcə yaxşı deməli tərəflərin deyirlər. Bundan mezoterapiya nədir? Məsələn, mezoterapiya bu vitaminləri eyni zamanda minoksidili və yaxud da finasteridi kiçik şəkildə direkt saç diblərinə, folikul diblərinə inyeksiya edirlər. Və faydası varmı? Əlbəttə. Olur yəni faydası. Xüsusi lazer daraqları var. Mənim özümdə də var o. Əslində faydası var. Yəni deyirəm ki, faydası var. Lazer darağı. Yəni evdə alıb özüm üçün istifadə edirəm bəzən. Bir də ən önəmlisi, bunu da qeyd eləmək istəyirəm. Trombositar kütlə, o trombositləri xəstənin deməli
zəngin plazmanı saç dərisinə inyeksiya edirlər. Bu da faydalı olur. Belə saç haqqında bu qədər. Mütləq kritik yazın və kritiklərdən suallarınızı yaza bilərsiniz və suallara uyğun da mən mövzuları daha geniş, nə qədər dərinlikdə olduğunu qərarlaşdırıb o şəkildə yeni mövzular yazacağam. İzləmədə qalın, abunə olun, təşəkkür edirəm.